Burada biz səninlə qabağıma çıxır, başıma dönüm. Biz gedib təpiyi döyürük, gecə gündüz əziyyət çəkirik. Bu söylür, buna tüpürürlər. Bunu silirik, buna tüpürürlər. Cəmaatın əli, qolu, əzası, ağlı başı kat qoyur, pul dilənir. Bu nə qədər düzgün bir şeydir. Mən də qoymuşam, neyiniyim? Sənlik deyil. Mən bilmirəm sən pul qoymuşsan. Əməliyyat danışmışam, Allah hamd olsun. Həci var, həci. Sən gedirdin, Hə. O məndə mesajı var. Yazmışam ki, gəlim işləyim ha, gəlim işləyim. Mənə yazıb ki, liposaksiyasız xanım götürülmür işə. Mən də əməliyyat danışmışam. Qoydururam, gəlirəm yanınıza. Aşkım, sən mənim yanıma gələ bilmərsən. Mən orada işləmirəm artıq. Bir də mənim onlara böyük hörmətim. Onu özün bilərsən. Mənə bax, Aylin, mənə bax, Aylin. Səni heç kim işə götürməz. Sən belə aqressivlə, belə insan, o sənlə dava-davasan qızım sən. Bax, mən sənə bunu deyirəm ha. Yox, bax, mən sənin üçün başqası deyiləm. Mən sənə sadəcə canım yandı, mən sənə məsləhət verirəm ki, özün bilərsən. Bax, mən sənə bir söz deyim. Telefonda danışılan telefonda qalar. Bir, səni heç kim işə götürməz. Bu iki, çalış. Həci mənə yazıb ki, liposaksiya elə gəl. Ay bacı, paltar üstündə yaxşı qalmaqdan ötürü bəlkə də deyiblər. Ay bacı, mənim varımız da təbii. Eybi yoxdur, qızım, ay qızım, onu səndən Həci telefonda danışıb da, sən bu boyda kütlənin içində niyə o sözü deyirsən? Onu sən bilirdin, bir o bilirdi də. İşte mənə nə lazımdır o? Mən geyim reklam edirəm, yoxsa arxamda? Ay bacı, indi bu bunu təklif edir də, xoşundur işlə, xoşundur işləmə. Heç dəxlisi var, işləmə model, ged işlə başqa şey. Bəli, Aylin, nə olub sənə? Əlin, ayağın, əzan, qolun, nə olub? Sağlamsan, haran ağrıyır qızım, heç yerin. Mən bilmirəm ha, sən kart paylaşırsan. Yadındadır bir dəfə sən canlıda məni yıxıb sürüyürdün. Amma görsən mən öz tərbiyəmi qorudum, sən aldım canlıya. Niyə sən o vaxtı mən şey eləmişdim, sən də söz soxmuşdun ki. Mən? Heç kim barmağın qattalayıb 2016-cı ildə. Yaxşı da, sən Allah yaxşı da gülməyim gəlir sənin. Sən deyildin deyən ki, mən qatlanıb düşmə, otur. Mən belə eləmirəm, mən eləmirəm. Ay qız, mənə bax. Ay qız, sən Allah. Ay qız, bir dəqiqə. Bir dəqiqə gözlə, bu platforma da hər kəs öz dediyinin üstündə durmur, bəzilərindən söhbət gedir. Həyat davam edir, heç kim bilə bilməz sabah başına nə gələcək. 6 il bundan insanam da səhv eləmişəm, düşünmədən sözü ağzımdan çıxartmışam. Ay sağ ol, ay sağ ol. Amma mən sənə bir dənə onu deyə bilərəm ki, kimlə telefonda nə yazışmaların varsa, burada o sözü demə, o sənə minusdur. Niyə mənə minusdur ki? Olmaz da, olmaz. Mən sənə demədim ha, kart paylaşırsan. Mən ona yazmışam ki... Aylin, bu platformada tək sən deyilsən, kart paylaşan qızım, hamı paylaşır. Başa, tək sən deyilsən. Mən sənə düşür, atasız bala böyüdürsən. Cəmaatın uşağı yox, köşəyi yox. Evinin mebeli, evi, eşiyi kart qoyub pul qazanır. Atdız, 50 qəpik gəldi, sağ ol. 20 qəpik, az bizim anamız ölsün. 2 əli, 2 ayağı olmayan kişiyə baxıram. Bizim anamız ölsün. Tək qadınam, 31 yaşım var. Bütün belə pis lazım gəlsə, imkansız ailəyə də yardım eləmişəm. Mənəvi, maddi, heç kimdən dəstəyim olmamışam. 5 ildir bu TikTokda. Yox, geçər 1990, ağıllı insansansa əgər, nervivi qoy qırağa, 95 təvəllüd, 30 yaş eləyir, 31-in içinə girmişəm. Allah belə yadımda qalıb. Yox, qal, o normal bir şeydir. Çünki sən məni ola bilər izləmirsən deyənə, nə vaxt izləmirsən, o vaxtda da yaş söhbətim sən qabağıma çıxır. Hər gün. Ay, bax, eşidirsən, mən bir sözüm sənə pis təsir elədi. Dedim ki, get bağçada işlə, qayıtdım əbirlərini, sən gedib uşaqlara baxa bilərsən. Gedərəm, baxaram. Bu gün orada çörək varsa, Aylin, mən baxaram. Başa düşdü. Bəlkə hansısa bağça müdirəsi deyəcək ki, bax, mənim həyətimdə bağça var. Elə bir valideyn var ki, uşağın ora qoyur, valideyn də gedib orada işləyir. Aya 550-600 manat maaş alır. Aya nə qədər qazanarsan, Nərmi? Mən demərəm, o mənim öz şəxsimdir. 500-dən dolana bilərsən. Ay, Aylin, yox yerdən kiməsə də kart qoy, sabah kart bax, indi sənə bir söz deyim, real söz. Səni qoşdum bura. Mən də gedirəm də reklama, mən də reklamdan dolanıram. Aylin, mən də sənə reklam verə bilərəm, amma biraz sakit ol. Bax, biraz, mən sənə gör nə deyirəm. Yenə deyirəm, ha. Niyə ancaq elə fikirləşsən? Mən niyə belə başa düşürəm? Bax, Aylin, səndən düşmançılığım yox, qohumluğum yox. Çörəyim gəlmir, suyum gəlmir. Bax, yox, ehtiyac deyil, öpbə. Mən sənə çörək verə bilərdim, özümlə reklama apara bilərdim, dəstəyi ola bilərdim. Amma çalış, telefonda sənlə kimlə danışdısa, onu ictimailəşdirib burada demə. Nüfuzdan salmaq söhbəti var. Demə, onsuz da bizim başımıza gələn qədər gəlib, bilirəm.